Bugün bu Şirvan şəhərində cavanlara iş verilir. Gəlmişəm iş istəməyə. Deyir get, mən bugün üçün evə gedə bilmirəm. Balaca uşaq qaçır qucağıma ki, ata nə almısan? Ona görə də gedib girə bilməm evə. Deyirəm gedim işini işləyim, gedəsən bayramdır. Uşağa nəsə demək olmur ki, gözləyirsən deyir. O da gözləyə bilmir. Gözləyə bilmir o da. Kimə deyək biz dərdimizi? Necə eləyək? Kimə deyək? Cənab prezidentimiz, bugünkü icra hakimiyyətimiz, yəni bizə iş verilmir. Gedirəm balaca qalıb orada, qaçır qucağıma, deyir, nə almırsan ay ata? Deyirəm ki, heç nə, iş yoxdur axı, nə deyim ona? Ümumi lider Heydər Əliyev deyib ki, babamız bizə, Allah ona rəhmət eləsin. Uşaqlar bizim gələcəyimizdir, olan gələcəyi məhv eləmək olmaz. Amma bugünkü gün uşaqlar qaçır qucağımıza, biz ona heç nə ala bilmirik. Bayram günüdür. Mən qalmışam bu icra hakimiyyətində. Heç kim bizi ilə maraq eləmir, heç kim heç nə eləmir. Yəqin ki, bayramdır da bu uşaqları münasibətinə bu işlə maraq olunur. Yəqin ki, maraq olunur. Cavanıq da, biz də istəyirik.